Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billah. Allahın ulu Tanrı'nın adıyla. Gedək görək bu günləri beyin mühəndisliyinə qarşı Türkçə əski kitablar 350-ci proqramda hangi kitablar dədələrimizdən əski zamanlardan çox əskidən əlyazma şəklində kitab olaraq bizə yadigar və miras qalmış ki, o zamanlarda ki, şikəst yeyirik, düşmənin işğalına məruz qalırıq, beynimiz işğal olur. O təcrübələrə, o anlayışa, o düşünüşləşirə tanış olmaqla, onları mənimsəməklə yenidən ayağa qalxmağı bizə miras qoyublar, onlarla tanış olaq. Görək ki, necə ayağa qalxmaq olar, hangi güclə ayağa yenidən qalxmaq olar. Əcəba özgədən borc almaqla ayağa qalxmaq olarmı? Əcəba nuzula, əcəba minnətlə, əcəba dilənməklə adam olmaq ola bilərmi? Kimliyi, hüviyyəti, şəxsiyyəti, karakteri özünün ola bilərmi? Öz ayağında dura bilərmi? Yoxsa biz məcburuq özümüzə dayanaq, özümüzün imkanlarımıza dayanaraq gedək önə. Keçənki cəlsədə əcib bir kitabla tanışdıq. Adı Divan-ı Hüseyni. Gördük ki, bu Sultan Hüseyni Bayqira Həzrətlərinin, Allah Teala rəhmət eləsin, Həratda qurduğu dövlət zamanında yazdığı kitabdır. Neçə il bundan qabaq? 540 il bundan qabaq. Və bu şəkil ki, bu əksi ki, burada gördük ehtimalən harada idi? Qaldı o bir tərəfdə önəm daşımır. O zaman bu kitabı, yəni 126 il bundan qabaq bu kitabı almaq üçün 1500 rupiyə veriblər ki, indiki muadili 20.000 dolara yaxındır. Amma güc olaraq, yəni güc olar ki, bir şey alım gücü, satım gücü olaraq bir dənə imarət ala bilir. Ki, onun Cimnay, PDF, onun nəqqaşisini bizə çəkdi, ya əksin saldı bizə ki, belə bir imarət olar, 8 otaqlıq bir imarət, bir 500-600 şeydə, 2 təbəqədə və 500-600 metr bir torpağın üzərində və şəhrin ən yaxçı yerlərində olanlardan. Gedək görək ki, indi bu cələsədə hangi kitab bizim önümüzə çıxacaqdır və bizə yolu göstərməkdə şey olacaqdır. Burada Divan Hüseyni Sultan İmperatori Türk bunu beləsi yazıbdır. Mən bunu biraz değiştireyim. Divani Sultan Hüseyni Bayqira Həzrətləri burada 980-890 yazıblar. Ehtimalən də düz olsun. Mən tarixin o cürsi çıxartmamışam. Əlbəttə burada 890 ola bilər, düz olsun. Çünki təqribən bu şahın doğması 773-də olubdu. Allahın rəhmətinə getməsi 911-də olubdu. Bu arada yazılıbdı. 990 biraz tez gəlir nəzərimə, çünki 16-17 yaşı olar. Amma ola bilər ki, məsələ ondan bir neçə il sonra belə bir kitab yazılmış olsun. Məsələn, deyək ki, mən burada çıxartdım, 540 il öncə hər halda belə bir kitab yazılmış ola bilər. Gedək
Hilmi Lüğatı adında bir kitabı açaq. Mən məmulən lüğətdə üçün əlim yoxdur və biraz kündür, beynim lüğətdə kündür. Onun üçün ona baxmıram. Gedək bir ayrı kitabda açaq. Qanunname Dövlət-i Qahiri Osmani. Bu da oldu 2 və üçüncü İmadül İslam. Bunu da açaq görək ki, nədir? Birincisi Həlimi lüğatı, dəftəri 1, birinci dəftər 300 səhifəlik. Əvvəl kitabı görək ki, nə cür saxlanır kitabxanada. Kitabxanada Süleymaniyyə kitabxanasında saxlanır, İstanbulda Fatih məhəlləsində. Mən orada o məhəllədə bir 5-10 gün bir əziz, hörmətli dostum var idi Təbrizdə. Onun evində qaldım, amma təəssüf olsun ki, bu kitabxananı gedib görməmişəm. Əl-Müəllif Sultan, hala bunu oxuyarıq sonra. Kitabın feylən zahirinə baxırıq. Cildinin için görürük, eşiğini görmürük. Zahirən kitabın şirazəsində biraz irad tapılıbdır. Səfəni vururuq. Birinci səfə ki görürük yazılıdır üstündə. Üstündə 1, 2, 3 möhür var. 3 dənə yazı varmış, siliblər. Bu məncə cinayətdir. Yəni bir dənə kitabın üstündə yazı yazılıb, onu silmək cinayətdir. Kitabın yenə bu bir səhifəsində biz kitabxananın möhrünü görürük. Bismillahirrahmanirrahimin dövrəsində bir çərçivə çəkiblər. Bir 2 millimetr arı ilə bir-birindən 2 dənə cizgi. O 2 metri də 2 santimetri, 2 millimetr boşluğu da bir şütürü deyirik türkçədə, onunla rəhləyiblər. Ayrı bir nəqqaşi zadı yoxdur. Helimi lüğat, o Bismillahın altında bir ayrı əl yazma ilə Helimi lüğatı yazıblar. Ehtimalən də bu birisi yazılarla bir ola bilər. İkinci səhifədən, yəni kitabın 3-cü və 4-cü səhifəsinə gələndə görürük ki, o qıraqdakı cizgi 2 dənə nazik yaşıl xəttə ki, çərçivə olaraq çəkilibdir, enibdir, azalıbdır. Və kitab bugünkü mod kitablar enlilikdə yazılıb. Səfənin təqribən hər yerini doldurubdur. Orada qıraqda kitabın açılan tərəfindən qırağında bir adlıca yer var ki, normalda da elə bu cürdür. Kitabın sətirləri bir-birinə yaxın, kəlmələr bir-birinə yaxın, amma oxunabilikli çox gözəl bir əl yazmadır və mənim nəzərimə gəlir ki, sonralar yazılmış ola bilər. Bəzi kəlmələri qırmızıca yazıbdır və bəzi kəlmələrin də başı üstünə qırmızı xətt çəkibdir. Bəzən də o kəlmə xətt çəkəndə başı üstə çəkəcəkdir, çünki xəttkeş qoyub çəkmir. O birisilər bir xəttkeş qoyurlar, bir düz bir şey qoyurlar, kəsirlər. Bu yazan əli ilə çəkdiyi üçün çox vaxt əyri çəkir, çox vaxt kəlmənin üstünə tərəf gəlir və əksəriyyətdə əyri çəkir xətti. Qıraqda yazılar da aynı xəttinəndir, zahirən özü yazıb, bəzi kəlmələri itirəndə ya yaddan çıxanda bu xəttat, ehtimalən bu xəttat, mənim nəzərimcə xətti dəyişdi. Bu xətt buradan bu üzə dəyişir və mənim nəzərimcə biraz xətti dəyişdi. Əl yazması dəyişdi. Çox şəkil bir əzyazma və çox şəkil bir kitab. 300 səhifə ki, kitab PDF-də 150 səhifə görsənir. Kitaba su gəlibdir. Kitabın baş tərəfi kamilən islanıbdır. Orta tərəfi ya islanıbdır, ya da o kitabın kölgəsinin əksi düşübdür. Açılanda səhifələr bir kölgə kimi olur. Ehtimalən oradan ola bilər. Amma biraz kölgədən çox görsənir mənə. Və tamam səhifələrdə. Amma üstdəki bəzi səhifələrdə çoxalır, bəzisində azalır. O su ki vardı, o görsənir. Kağız bugünkü kağızlar kimi çox ağdır. Keyfiyyəti çox yaxşıdır. Yəni bugünkü A4 dediyimiz kağızlar durumunda bir kağızla qarşılaşırıq.
çox yenə də bir neçə yerdə zahirən cümlə yadından çıxıbdı, təzəşdən yazıbdı. Elə bir ki, bir də hərflər əsasında gedir qabağa. Yəni əlifdən başlayır, məsələn, əlif, B, hər hərfə görə bir şeylər yazır, sonra gedir beləsi irəlilir. Çox əcib bir əl yazmadır. Yəni hətta bəzi yerdə qərəliyibdir. Bundan da məsələn burada kitabın içinə hətta yarısına da deyə bildik ki, su gəlibdir. Suyun qurumaq əsəri qalıb bəzi yerdə. Nədənsə bəlkə qurumaq səbki fərq elər. Ehtimalən qorxuram deyəm ki, bəlkə ütü ilə qurudublar. Bəzi yerdə az yer qalıb, bəzi yerdə çox qalıbdır. Bəzi yerdə bir rəddi qalıb ki, elə bir məsələn hər halda kitabın sonuna gəldik. Görək bu kitabın sonunda bir tarix tapa bilirik. Əvvəl bu tarixi bir baxaq görək ki, nədir. Son səfə, yarım səfədə onu oxuyaq. Bismillahirrahmanirrahim. Çərm yəmxur it sıkakı nigun dəryas dedikləri ot ki, təbiblər ehtimalən təbiblər qatində mərufdur. Yəncəydən ya yəncəydün ehtimalən bilmirəm hərfin səsi nə cürdür. Çünki ikisinin bu qırmızıların üstünə səs qoyubdur. Yəni ad olduqları üçün lüğətdir da. Onun üçün belə bir şey qoyubdur. Kəvsəmək ya da küsmək. Yəni xəşudən qəşəğuləmək. Qəşəğuləmək, qəşəğuləmək. Müstəqbilətində və o yerə əlif və ya gəlir yənxaşəyd və yənxaşəyində dilinir. Adət yubu. Bunlar lüğətdir. Dedim, biraz mənə çətindir. Gedək, biraz aşağılıq. Yox. Demişdim, oxuyaram. Zahirən ki, axirəcan lüğətdir. Mən buradan oxuyayım. Əgərçi xani-i ömrüm yəhidələrdə bəcür əsas ömrəvə andər əman haqq bada. Tamam şud dəftər əvvəl be'unullah Teala və hüsnü tövfiqi. Yazmayıb. Burada bir şey görmədik ki, kitabın haqqında yazsın. Qeydir kitabın əvvəlinə. Əl-vəqfu sultan ehtimalən unvanı han həzrətlərinin vəqf-i şərifləridir. Bu da zahirən sultan özü. Sultan Osman olacaqdı ehtimal verirəm. Unvan olmayacaqdı. Əl-vəqf sultan Osman han həzrətlərinin vəqf-i şərifləri. Sultan Osman fikirəm ki, Osman dövlətinin tarixində 2 dənə Osman olacaqdı. Belə bir kitabdır bu. Əvvəlində umaram ki, bunu tapaq. Qəbuli ya qəbulul qazi. Ləşət'in fəvq və sıfa çərçək qussi rüyaya sal. Bir səmən buyi kənaril ayətə cami. Bilmirəm nə cürdür, oxuya bilmədim bunu. Kitabın üstündə yenə o möhrü ki, bir dənə möhr var, məşhur möhrüdür. Bunu neçə dəfələr görmüşük. Elhamdülillahilləzi hədeyna lihaza və ma kunna linəhdiyə lula ən hədeyna. Allah sonra da Osman dövlətinin o Məhəmməd belə bir şeylə vaqifdir, Məhəmməd vaqif bulan möhrü var. Təməllük ilə Əbdülfəqir ilə rəhmətil qədir Əhməd ibn Həsən siliblər. Yəni dediyim, möhrü oxunmur, buradakı yazı əsla oxunmur.
Bu aşağıdakı təmm iqbələ ilə yədil fəqir ehtimalən ilə yədil fəqir Əsğa ibni Əhməd ibni Nəsr Əl-İstanbuli. Ehtimalən bu kitabı yazandır ya nədir? İlə yədil fəqir sən İsna ibni Əhməd ibni Nəsr Əl-İstanbuli. Yenə də bu aşağıda bir yazı var, siliblər. Qıraqda da bir qism kiçik yazı var. Orada Bismillahirrahmanirrahim. Allahümme men kadena fekkehu ve men beğiye aleyna fexuzhu ve men aradeyna su'en fa'fazhu ve men ana fentegu ma minhu ya Allah ya Allah ya Allah. Belə bir şey yazıblar, kitabın içine gəldik. Oranı bilmədik nədir. Oradan bir çox məlumat əldə edə bilmədik. Təəssüflə Bismillahirrahmanirrahim Helmi lüğət. Kitabın adı Helmi lüğət. Görək ki, bu haqqında bir şey yazıb ya yox. Hamd-i bəliğ və sənay bidəriğ. Burada da bir şey yazmışmış, silinibdi. Hər nəymiş. Mər Xuday ra Cəllə Cəlaluh və əmmə nəvaluh ki şərhi künəndi sudur است از بحر اسلام و پرکننده شعور است اندر دل انام و درود و سلام و تحیای تام بر روح پاکی سید الانام محمد مصطفی علیه السلام و بر ارواح آل اصحاب او باد. ما اختلف الالسن بین العباد و بعد چنین میگوید ضعیف شکست بال و نحیف برگشته حال المتوسل الی ما ینال باللطف الالهی و العون العلیمی لطف الله ابن ابی یوسف الحلیمی. Adı Lütfullah ibn Abi Yusuf el-Halimi. Biraz istəyirəm oxuyum, farsçada oxumayacağım, amma nədənsə o birisi səhifədə türkcə yazıbdır. Ona görə istəyirəm görüm ki, bu nə olubdur. Yazar kimdir? Yazar Lütfullah ibn Abi Yusuf el-Halimi. Bu yazar. Şükrullah məsaihi ya şəkərallah məsaihi və cəalə iləl xeyri daihi ki cün بحری ضبط زبان ملاحت کتاب جامع و پر لطافت بر رشته نظام کشیده بودم و با انواعی و به انواعی قوانین و لطایف آرایید و به نام بحر الغرایب اشتهار داشته. bir tane kitabı varmış ki بحرالغرایب'dir و هر کسی بر وی دستی افراشته اما در müşkilatəş kitabı oxumaqda müşkillər gəliblər. Cəlibdir, bu kitab bu səhifələrdə tamam hərflərin səsini qoyubdur. Yəni hər kəlmədə ki hərflər bir-birləri ilə əl-ələ veriblər, bir sözü, bir kəlməni düzəldiblər. O hər hərfin özünün səsin üstünə qoyubdur. Fars olsun, türkçə olsun, ərəbcə olsun. Amma der müşkilatəş ki mütərəddid gəştənd بر سوی فقیر حقیر متردد گشتند. Görürsünüz ki adam dəqiqən bir türkdür, amma farsça yazır. Fars dilini bilir azdan çoxdan. Yəni çox bilir. Mən o cür ki gördüm axırıncı kitabda, mən onların heç birisini bilmədiyim üçün mən lüğətçi deyiləm əlbəttə. Bu lüğətçidir və çox dərin bir lüğətçidir.
Bu kitabın əvvəlin istəyir ki, deyə mən farsını bilirəm, amma ləhcə ilə. Yəni bizim şairlərimiz də, məsələn, Saib Təbrizinin gəliblər, görüblər. Deyir ki, farsça bilmir. Şeirləri mənə oxudu, mən ona köməklik edirəm, şeirlərini düzəltdi. Çünki farsı cümləsini bilmir, kəlmələr bilirlər. Yəni çox ağıllı, huşlu bir insanlar, türklər dilləri öyrəşirlər. Çünki dünyanı idarə edəcəklər, dilləri öyrəşmək zorundadırlar. بر سوی فقیر حقیر متردد گشتند پس بر حرص و نیاز ایشان رأفتی بودم و قصد توضیح این کتاب کردم و شرح او را ابردودی شرح او را بر 2 دفتر تقسیم کردم. 2 دفترdə bu birinci oldu و در هر دفتری 100 هزاران فواید تعلیم والله العلیم الحکیم. دفتر اول در بیان لغات به تأیید ابیات سگات مرتب به ترتیب حروف هجا. الفبا üzü ilə gedik qabağa və lütfullah المتوقعی و المرتجا. حرف اول همزه مفتوحه ki Ərəb dilində ədad istifham və ədad nidadır. Farsidə Fürs şairləri bəzi ədəvat əvvəllərində idxal edərlər. Həmzə, harf həmzəni bir bəzi kəlmələrin əvvəlində gətirərlər. Harf əlifi yazılandan sonra əlif, lam, əlif, əl-əlif əlbəttə, əlif, lam, əlif, lam, f, ondan sonra yenə bir əlif yazıbdır, a yəni yazıbdır, amma mədsiz a yazıbdır. Nə əlif yazıbdır yəni. Pəs bəzi ədəvat əvvəllərində idxal edərlər ki, güya ki, onların qatində hərfi tənbihidir. Hey, ədə, bunların yerinə ə işlədir. Güya işlədir ki, bu mənada işlədir. Əsədi belə deyibdir. Əsədidən bunu nəql etdi. Be həmçün بود مهرچین گاهی جنگ آیا به کینه کجا ساخت سنج. Firdevsidən bir misal gətiribdi. ابر داه و 2 هفت شد ابر داه و 2 هفت شد کدخدای گرفتد hər یک səza və ricay. Lətifi deyib belə bir şeir. Orada yenə də ə işlədibdir. Əlbəttə bu əsədidəki bilmədim harada işlədibdir. Əba ya aba olubdur. Orada işlətmişmiş. Abi misallar gətiribdir bunu yazmaq üçün. Şeyx Sədidən bir dənə misal gətiribdir. Davam edək. Lətifi. Abi جرمی را ار کنی ظلم و جور کند بی گنه مر تو را جور دور. Belə bir şey. Əlif sakin ki ismin axərinə ola şur əlamətidir. Nə məndə şur əlaməti nə ola bilər? Şur əlamət nidadır. Aha, şur əlaməti nidadır. شاها خدا nida سرورا gibi və gah olur ki istiğasə və nüdbə məqamında irad olunur. Şeyx Sədi dərda və həsrəta ki ənanəm ز دست رفت دستم نمیرسد که بگیرم عنان دوست. Burada dərda, həsrəta, nidamət və istiğasə şeyindədir. Və gah olur ki, bəzi tərkiblərdə əlif sakinə fasilə təvəssül olunur. Tamam.
Daha davam eləməyək. Bu kitab lüğətdir və təxəssüsü bir dildir. Mən də bunu bilmirəm. Hər halda elə bu qədər buna yetişər. Gördü bu. Gedək ikinci kitabı açaq. Görək ki, ikinci kitab nə haqqındadır. Kitabın başı üstə yazılıbdır. Yəni PDF-in adı Qanunnamə Dövlət-i Qahirə Osmani 150 səhifə. Yenə baxaq görək ki, bu kitab kitabxanada necə saxlanır. Cildin eşiyin görmürük. Cildin için görürük. İçində bir Osmanlı dövründə su üzündə çəkilən nəqqaşını görürük. Bu birisi səhifədə bir yazı görürük dəftərin əvvəlində. Ehtimalən bir nəfər burada bir Əli Əbdəli ya belə bir adam. Bu qeydərək oxumağa çalışarıq, açıq oxuya bilsək. 4-cü səhifəsində 1, 2, 3 dənə möhür görürük. 558 nömrədə yazılıbdır. Burada da vəqf olur. Vəqfül vəzir Əl-Əzəm Əli Paşa İbn mərhum Nuh Əfəndi. O möhrü oxuya bildik ehtimalən. Aşağıda da Millət Genel Kütüphanəsi adında bir Osmanlı dövrünün kitabxanalarına bənzir. Amma yox. Çünki bu latincə yazdığı üçün Cumhuriyyət dövründə, Atatürk dövründə ya sonralar qurulan bir kitabxanadır. Kitabın içinə keçirik. Osmanlı dövründə çəkilən təzhiblərə yaxın bir təzhibdir. Bismillah gedibdir bir təzhibin içində yazılıbdır. Bismillahirrahmanirrahim və bihi nəstəin. Onun üstündə bir ayrı haşiyə və balaşiyənin içində bir keçibdir bir günbəz kimi bir mətn çəkibdir. Onun içində də bir günbəz kimi çəkibdir. Rəhləri bir-birindən fərqlidir və onun üstündən göyə gedir. Dedim, o Osmanlı dövrün biraz çalışıbdır ki, ona bənzəsin, amma ehtimalən o bilmirəm nədən isə. Sətrin altında, Bismillahın altındakı kadr dövrəsinə, yazının dövrəsinə və o Nəxşənin dövrə, təzhibin dövrəsinə bir çarçivə ciziblər. Neçə xəttinə və bir az ara, yenə də neçə xəttinə, bunların da için zeytuni ya tox zeytuni ilə rəhləyiblər. Bismillahın da dövrəsini rəhləyiblər. Əl yazmada sətr düz gəlir, axırı biraz qalxır. Bəzi yerdə bu qalxan səbəb olubdur ki, bu üstdəki çarçivəki var, onu dələ. Orada o çarçivə və nəqqaşlıq ediblər, o kəsilibdir. Görürük, bəzi çox gözəl bir xətt ilə yazılıbdır, mən bunu oxuya bilərəm. Çox şik yazılıbdır və ikinci səhifədə kitab hangi çağda yazılıb, onu da görsənir. Amma bunu da burada bir şey tökülübdür ya da məsələn əlində ot var imiş falan, tökülüb biraz kitab bir yerdən saralıb, amma kitabın qıraqları şey olubdur. Kitabın hər bəzi cümlələrin ya şeylərin yerində, ərəbcə yazıların yerində bir nöqtə qoyub. Nöqtə yerinə, virgül yerinə bir ya, eyni o zeytuni nöqtədən qoyubdur. Bəzi adları da o rənginə, zeytuni rənginə yazıbdır və bəzi kəlmələrin də başı üstündə zeytuni rənginə xətt çəkibdir. Sonra ikinci səhifədə də yenə aynı cür davam edir. Ondan sonra çevirir qırmızı rəngə. Yəni ya qırmızı rənginə yazır ya da qırmızı rənginə xətt çəkir və çox da qırmızı xətt də bu birinci bu neçə səhifədə çox görsənir. Getdikcə də bunlardan bəzi səhifələrdə vaqəən çox yazılır. Kitab 75 səhifədir PDF-də, yəni 150 səhifəlik bir kitabdan danışırıq. Çox əla bir kitabdır. Burada da bir cədvəl görsənir. Mərtəbi-i ola fi səni, burada da belə bir şey yazılıbdır. Bunlara baxarıq, görürük ki, əgər ömrümüz yetişsə və savadımız çatsa, belə bir təxəssüsü bir şey olacaqdır. Nədir? Bunları baxarıq, görürük, nə mənədir? İndidən bunların üstündə hökm eləmirəm. Bu kitabın birinci cüzvəsi ya birinci risaləsi PDF-in 34-cü səhifəsində qurtarır və bir, əlbəttə zahirəndə yarımçılıq qalıbdır, yəni qurtarmayıbdır. Cümlə yarımçılıqdır, cümlənin qurtarmağına qalır, amma xatimə var.
ehtimalən də qurtarıbdır. Çünki xatimə əvvəl bu birisi səhifədə yazıb xatimətül xatimə, yəni bir xatimə qabaqcan yazmışmış, sonra da əlavə edib bir ayrı xatimə yazıb. Cümlənin sonunda ehtimalən ya yarımçılıq qalıbdı, oxuyaraq görürük ki, yarımçılıq qalıbdı, ya da hər halda bir dənə möhür vurublar, yer boşdur. Cümlənin axırında bir nöqtə qoymadıqları üçün qalıbdı. İkinci cüzvədə Risalə zeytuni rəngi ilə başlayıb, hər şey zeytunidir. İlla o mətləbin, yazının dövrəsində olan çərçivələr ki, qərə xətt ilə qıraqlarda, ortası da zeytuni, dediyimiz o Bismillahirrahmanirrahim ki, orada bir şeyin təzhibin içində yazılmışdı. Bu səfər eşikdə yazılıbdı. O Bismillahın yeri boşdur. Yəni Risalənin adı bəlkə orada yazılacaqdı, boşdur. Üstdə də o günbəzi rəhləməyibdi. Sadəcə zeytuni ilə həm çəkib, həm də gül rəhləyibdi. Burada da yine bəzi kəlmələr qırmızıca yazılıbdı. Çox aynı xətt ilə, şayət bir adcacan fərqi olsa, heç olmasa aynı xətt ilə aynı adam yazmış görünür. Əlbəttə, burada bir fərq var o kitabla, getdiyimiz kitabla. O da budur ki, bu o çərçivə, məsələn deyək ki, 6 mm bu çərçivənin küllən qalınlığıdır. Tamam kitabda bu risalədə davam edir. Yəni onu daha nazihlətmir. Çox dəqiq, yəni bir növ mühəndislikdir ki, biz bunu təəssüflə ehtiyacla diqqət eləməmişdik ki, bu gözəllikdə çərçivələri düzmək və bu zərafət ilə nazih midadla ki, milimetrdən də az bu midadın ucun, midaddır ya hər nədir, onun ucu ola və onu yenə də ondan bir az arı ilə bir ayrısını çəkəsiniz, ondan da bir arı ilə ayrısını çəkəsiniz. Bu çox bir dəqiq mühəndislik və hövsələ, səbr, inanc, çox ciddi bir, yəni hünəri bir işdir, eyni halda ki, çox uzmanlıq bir işdir. Zahirən bu kitabda 74-cü səhifədə qurtarır, 2 dənə möhrü var burada, bir o vəzir Vaqifinkidir, bir də dövlət, bu Osmanlının yetimi, Cumhuriye Türkiye dövlətinin şeyidir. Ən son səhifə vərəqdə hər iki tərəfində də bir də mühasibələr vardı. 1017-ni burada vurublar tarixi. Yəni bir deyək ki, Zərbixanədə qət olunan qıssənin və fizzənin hesabı fizzə kimi oxunur. Fizzənin hesabı üzərədir. Zaman Vəzir Məhəmməd Paşa. Zamanı Vəzir Məhəmməd Paşa 1017-də bunu görürük yazılıbdır. Nə cür olub buna qanunnamə deyiblər bilmirəm, amma 2 cüzvədən ibarətdir. Gedək görək şey nədir? Birinci risalə Əbdəli Əfəndidən qavanini rəsmisidir. Ehtimalən budur. İkincisi Badi Şərif, mənə oxuya bilmədim. Dairi qanunnamədir. Əvvəlində bir ayrı xətt ilə, bunlar heç birisi kitabın əsli yazarına deyil. Onun üçün bu qanunnamə deyil məncə. Gedək içəridə yox, kitabın özündə nə yazıbdır? Buyurur səhifələrə baxdıq. Bismillahirrahmanirrahim və bihi nəstəin. Katibi nüsxə-i lövh-u qələm, nazimi ərzaq-i ma fil aləm və davəri divanxanəyi, əlbəttə divanxanə deyil, deyhuvanxanə, qəza və qədər divanxanə olacaqdır. Necə? Mən divanxanə oxumayım. Davəri divanxanəyi qəza və qədər. Hər halda bu kəlməni oxuya bilmədim, anlamıram ki, nədir. Rəssam-i nigarxani xeyr və şər. Əzz şənəhu və cəllə sultanəhu həzrətlərinin xəzane-i qeyb. Kitabı biraz yekəldək ki, görək nə oxuruq. Xəzane-i qeyb biğəşlərinə cəvahir həmd bəsyar və
و ظواهر ثنای بیشمار ایثار و نثار olunur ki lücce cud daim الوروdinden feyz resan olup ecnad namahsur ibani əhsən təqvim üzrə xalq o ibadi olacaq ehtimalən, bilmirəm. Əcnad, bilmirəm nə deməkdir. Əcnad namahsur ibani əhsən təqvim üzrə xalq və icad edib. Mən ibad bilirəm, amma ibadini də ola bilərmiş, dil yoxdur. Əhsən təqvim insanları deyir. Üzrə xalq və icad edib. Məhz fəzl bikəranindən münasib həyat ilə diriliklər ehsan eylədi gündən ma əda bəzinə xəzayin ətayasından nüqud ilm kəmal ilə غنای بال و چمینه مزارع جود بی منتهاسندن غلال غنا و مال ile nece nimet ve neval verdi. Ve tehiyyat teyyibat ol serdefteri sehaif risalet fihristi ceride celalet خامچشی دفاتر şeriat ve din emin defterhane vahyi Rabbil Alemin Hazretlerinin ruhi mütahhar ve merkez münevverlerine olsun ki kanun şeriatı tayin ve ayin hakikati talim ve tebyin buyurdular. Ama ben buradan özünün o ürəyindəki olan eşqi, məhəbbəti, inancı Allaha, Peyğəmbərə boşaltdı. Və özünü də göstərdi ki, beləsi bəzi şeylərə inanır. Gələk görək ki, amma bədidən sonra nə deyir? Bu məqalənin təhririnə səbəb oldur ki, dövlət-i Qahiri Osmaniyyə ihatə etdici məmalikin miqdarı میرمیران بلند اقتدار و امرای شجاعت شعار و کدخدای دفتردار تیمار olduğu ve her bəclər bəycin bəklik ya her bəclər bəklikin qaç səncaq ve her bəclər bəgin ve her bəklər bəginin ve səncaq bəgilərinin və dəftər kədxudası və timar dəftərdarlərinin nə miqdar müəyyən xasləri olduğu və bəylər bəgilərin və səncaq bəgilərinin və züəma və ərbab timarın rəsm ayin və dəsturul əməl olan qəvanini və hər bəylər bəylikdə ya bəyligində nə miqdar əsasir nüsrət və hər səncaqıda nə dənlü qılıc, zəamət və timar olduğu şimdiyədəkin bir yerə cəm və təlfiq olunmayıb. Allah Allah. Yəni istəyir deyək ki, Osmanlının savaş imkanları və habilə yer kimin əlində, imkanlar kimin əlindədir, hərəsinin əlində nə qədərdir, bəlli deyil. Bu kitab onun üçündür. Nə dənli qılıc, zəamət və timar olduğu şimdiyədəkin bir yerə cəm və təlfiq olunmayıb. Bu məvadın birisi dəfatirdən aranıb bulunmaq lazım gəlsə, hər maddə dəftərlərə tətbiq əmr əsir olur. Əsil olub, yəni çox zora düşər bu taxtarı baxmağa. Zorluq, əsil zorluq eynilə yazılır. Bu zikr olunan məvadın məlum olması dahi lazım və əmri mühtəhdəmdir. Hətmi. Hətm sözü mühtətəm, mütəhəttim, yəni çox hətmi olmuşdur, zəruri. Əmri mütəhəttəmdir olmağın sabiqən dəftər-i xaqani əmini olan, bir şoğlun şeyidir, adıdır. Dəftər əmin. Əmin özü bir addır, iş adıdır. Sabiqən dəftər-i xaqani əmini olan Eynəli Əfəndi, Eynəli Əfəndi bir adam keçəcəkdə bu dəftərləri arşiv başlıq deyək. Arşiv başkanlığı Eynəli
Əfəndinin əlində idi. Əmini olan Eyni Əli Əfəndi qulləri bu babə tək diyu və cüstücü edib. Bu babidə tək bu babədə təkün diyu cüstücü edib. Dəfatir əniq və cədirədən və qanun namələrdən bu muxtəsəri kütüb və təhrir eyləyib. Sultan Səlatin Cahan Fərmay Fərman eyləyib. Sultan Səlatin Cahan Fərmay Fərman زمین و زمان تاج بخش خسروان دوران از سلطان ابن سلطان سلطان احمد خان ابن سلطان محمد خان ابن سلطان مراد خان عبد الله تعالی الملک المستعان و اهل من نمدد له ve Xan Həzrətlərinin payi sərir əlalarına göndərmək ümidiyle Sədr-i Əzəm ve Sipəhsalar-ı Əkrəm baisi nizam-ı aləm el-müəyyid bi tə'idullah Teala Murad Paşa yessirallah Teala ma yaşa Həzrətlərinə ihda edib. Pəs bir nəfər Əli Eynəli Əfəndi adında bir adam ki, əmin dəftər baş, yəni əmini dəftərdir, Xaqani dəftərinin əminidir. O gəlibdir, bu haqda bir kitab yazıbdır, hazırlayıbdır. Sultan Məhəmməd Xan ibni, Sultan Murad Xan ibni, yox, Sultan Əhməd Xan ibni ona veribdir. Hər halda görək, bunu yazaq, çağ yazsaq, ad, əvvəl bu adı yazaq. Ad qalsın, sonra bu kitabı taparıq. Çağ Sultan Əhməd Xan ibni Sultan Məhəmməd Xan ibni Sultan Murad Xan. Allah hər üçünə də rəhmət eyləsin. Və onun da vəziri Sədr-i Əzəm. Sədr-i Əzəmi də kimdir? Burada da yazaq. Sədr-i Əzəm də özü yenə bir çağın şeyidir. Sədr-i Əzəm və Sipəhsalar-ı Əkrəm Murad Paşa. Bunu tapmaq olar. Yəni bunları bir-birinə yapışdırmaqla kamil bir dövrəni tapmaq olar ki, şahın hangi dövrəsində vəzir imiş. Onu da tapmaq olar. Bu məqalə 7 fəsl və bir xatimə üzrə məbni qılındı və billahi tövfiq. Əvvəlki fəsl məmalik məhrusədə xas ilə və saliyanə ilə nədənli bəylik olduğun, bəylərin bəylik olduğun və hər bəylinin nə miqdar xas olub və bəylərin qanunları nə minval üzərə idikən təfsil edilir. Birinci fəsildə onların nələri var və hangi qanun üzərinə onları saxlayırlar, onları yazır. İkinci fəsil, hər bəklinin təht iyalətində vaqe olan səncaqları və səncaq bəylərin dəsturul əməl olması lazım olan qanunları bəyan edər. İkinci də səncaq əslində məsələn deyək ki, ilçə bu anlamda şəhər, ustan, şəhər, şəhristan, bəxş gedir bu cüzü kiçik. Onlara istinad fikr edirəm, o cür bir şeylərdir. Üçüncü fəsl, hər səncağın və dəftəri kədxudalıqlərinin nədənli müəyyən xasləri olduğunu elam edər. Dördüncü fəsl, hər bəylikdə nə miqdar qılıc, zəamət və timar vardır, qanun üzərə cübbəlülər ilə hər bəylikin nə miqdar əskəri olub, məlum olunduqdan sonra
Ələl infirad hər səncaqıdə nə dənlü zəamət və timar və ərabə alləri təfsir edər. 5-ci fəsl əslində bu kitabı əmvaldır. Əslində istəyir deyək ki, əmvaldır. Amma görək ki, nə mənə, mən bu birinci şeydə bilmədim. Bu qanunnamə deyil qətən. Biz indi burada nə deyirik? Taza dillərdə ehtimalən deyirik ki, dövlətin darayatı, farsça desək, vizarət-i darayi, varlıqları, dövlətin varlıqları nələrdir? Onları toplar. 5-ci fəsl, zəamət və tivar dedikləri nədir və qılıc və hissə nə deməkdir? Bunların mənisini, hərəsi nə mənədir? Bir də desək, zəamət və timar dedikləri nədir? Qılıc və hissə nədir? Nə deməkdir? Və bil cümlə zəamət və timar xüsusətə mütəalliq istilahat və təbirat bəyan edər. Burada hər kəlmə nə anlama gəlir onu. 6-cı fəsl zəamət və timar və tövcihində vəz-i qanun müqərrəri bildirir. Burada da bir qanun o haqda, hər nə haqda bir qanun vardı, onu deyəcəkdir. 7-ci fəsl isə zəamət və timar xüsusunda olan ixtilal dəf-ü rəf olunmaq məqsud olacaq nə təriq ilə mümkündür, ani təfhim edər. Xatimə. Xatimə nədir? Vaqi olan ixtilalın şimdiki halidə dəf-ü rəf'i və təsih ixtilacı babında nə minval üzərə səy və diqqət və küşiş və himmət olunmuşdur, ani izan etdir. Əvvəlki bab, əvvəlki fəsl xas ilə nədənli bəylik vardır, ani təfsil edər. İndi burada gəlir bəylərin yazır, sayaq. Rum eli, Anatoli, Qaraman, Diyarbəkir, Şam, Sivas, Erzurum, Van, Cəzair, Hələb, Mərəş, Qıbrıs, Busnə, Herzegovina, yəni Musnə, Təmsuvar ya Təmşuvar, Tərəbulus, Şam, Tərəbulusi Şam, Trabzon, Kəfə, Rəqə, Şəhri Zur, Çıldır, Qars, Mosul. Saliyanə ilə, bunları saydı indi. Oldu 20 dana elə bilirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. 22 dana buradan oldu. Saliyanə ilə olan bəyliklərdir ki, zikr olunur. Bunlar zahirən ildən ilə değişir, yəni şey olur. Misr, Bəğdad, Yəmən, Həbəş, Bəsrə, Ləhsa, Cəzair Ərəb, Trablus Ərəb, Tunis. Bunlar indi hərəsi özü bir məmləkətdir əslində. Bunlar da saliyanə ilə olan bəyliklər cümlə məhsulatı canibi padişahidən zəbt olunur. Bəylikləri və səncaq bəyliklərinə və qul taifəsinə hasil olan malidən saliyanə ilə fəh verilir. Saliyanə ilə fəh verilir. Fəh nə deməkdir? Bunu oxuyaq. Ehtimal verirəm ki, büdcə deməkdir, amma Osmanlı idarə sistemində fəh nə deməkdir? Görək ki, getdi, bu da ayrı cür yazdı. Lütfən türkcə, ərəbcə hərflərlə yaz. Nədən isə yenə də bu biraz qatışdırıbdır bu günləri. Tamam. Latincə yazırdı. Osmanlı bürokrasisi və bəlgə düzənində
iradə sistemini iradə yazıbdır. Tamam, bu da incə latincə yazısı. Bax, yenə də o cür yazmadı. Lütfən Türkcə və mən yazdığım əlifba ilə yaz. Yenə də aynı cür. Nə cür oldu bu? Yadından çıxıb dəsən bilmir ki, nədən Türkcəni Latin əlifbası ilə yazırsan? Lütfən Ərəb-Türk əlifbası ilə yaz. Buna bir irad tapıb ehtimalən. Tamam. Haqlısınız. Öncəki cavablarda bu mövzuya diqqət etmədiyim üçün üzr istəyirəm. İstəyiniz kimi bundan belə bütün cavablarımı türk dilində və ərəb-türk əlifbası ilə yazacağam. Osmanlı idarə sistemində fəh haqqında ümumi məlumat. Mənası bu kəlmə ümumiyyətlə fəhm olunur, anlaşıldı deyə və ya fəhmimə anlaşıldı kəlməsinin qıssalatmış formudur. Vəzifəsi bir bəlgənin və ya raporun səlahiyyətli məqam, özəlliklə sədrəzəm və ya mərbutə katiblər tərəfindən oxunduğunu, içəricinin anlaşıldığını və qeydilərə alındığını göstərir. Paleografi əlyazı elmi baxımından Osmanlının son dövr biyokrasisində işləri sürətləndirmək üçün bu cür tək hərfli və ya qısa qeydilərdən sad, şin, fəh kimi çox istifadə olunurdu. Bu qısaltmanı oxuduğunuz əlyazma mətnlərin dərkənarlarında, haşiyələrində və ya məruzatın sonunda görüldü və təsdiq edildi mənasında qəbul edilə bilərsiniz. Tamam, belə bir şey yazıbdır. Amma mənə gəlmədi ki, o mənada burada işləməyibdir. Hasil olan malidən saliyanə ilə fəh verilir. Lakin xas, ehtimalən güzariş, burada güzariş anlamına gələ, yəni bir rapor anlamına gələ. Lakin xas ilə olan iyalətlər 3 bəxş olub. Bir bəxşi xəvas-ı Humayun və bir bəxşi xəvas-ı Büzəra və Üməra və Mir-i Miran və bir bəxşi Zəamət və Timarlərdir ki, zikr olunur. Xas-ha Mir-i Miran, xas-ha-i Mir-i Miran. Hər bəclərbəyinin miqdar xasləri olduğu təfsil olunur. Xas Mir-i Miran Rumeli 11 kərə 100 bin. 11 kərə 100 bin, yəni 1 milyon 100. Xas Mir-i Miran Rumeli 11 kərə 100 bin. Kərrə özdə, kərrə 100 bin. Xas Mir-i Miran Anatoli 11 kərrə 100 bin. Xas Mir-i Miran Qəhrəman 660 bin. 74 xas 674 bin 70 660 bin 660 bin 74 xas Mir-Miran Şam, Şam Şərif 10 kərrə 100 bin. Xas Mir-Miran Sivas 9 kərrə 100 bin. Xas Mir-Miran Ərzurum 12 kərrə 100 bin. Ərzurum daha güclüymüş yəni. Ərzurum 12 kərrə 100 bin 14. Üzr istəyirəm. Xas Mir-Miran Ərzurum 12 kərrə 100 bin 14 bin 600
100.000, 114.600 beləsi yazacaqdı. Amma bunları ayrı-ayrı yazıbdı. Yazıb ki, 12 kərrə 100.000, 14.600. Xas-ı Mirmirani Diyarbəkr 12 kərrə 100.000, 660. Burada düzəltdi. Xas-ı Mirmirani Van 11 kərrə 100.000, 32.200. Burada da yenə qatışdırıbdı. Yəni 11 kərrə 100.000, 32.200. Yəni 1.132.000. Xas-ı Mirmirani Büdün 880.000. Xas-ı Mirmirani Cəzair. Bu xas nə deməkdir? Bilmirəm. Bəlkə maliyyatdır, vergidir. Xas-ı Mirmirani Cəzair 880.000. Xas-ı Mirmirani Hələb 817.772. Xas-ı Mirmirani Mərəş 150. Buraya ən zəifi buradır. Xas-ı Mirmirani Mərəş 150. Xas-ı Mirmirani Busnə görək 650.000. Xas-ı Mirmirani Təmişvar 650.795. 650.795. Xas-ı Mirmirani Tərəblus Şam. Xas-ı Mirmirani yazmayıb. Aha, yazmayıbdır. Şamınki nə qədərdir? Yadından çıxıbdı ya da yox imiş. Bir də oxuyayım. Xas-ı Mirmirani Tərəblus Şam yazmayıbdır. Xas-ı Mirmirani Qars 820.770. Xas-ı Mirmirani Çaldır 925.000. Xas-ı Mirmirani Tərəbuzun. Xas-ı Mirmiran nə deməkdir? Bunu görək. Xas-ı Mirmiran görək ki, bunu deyə biləcəkdir. Osmanlı İdari və Hərbi Təşkilatında xaz da yazıbdır. Xaz-ı Mirmiran və ya ümumi adı ilə Mirmiran çox yüksək bir rütbə və məqami ifadə edər. Bu istilah haqqında əsas məlumat bunlardır. Məna və məqamı. Mirmiran kəlməsi farsca mir, əmir kəlməsinin cəmidir. Ərəbcədir. Bunlardan nəcür oldu? Farsça oldu. Hər şeyi farsçaya yapışdırır. Əmirlər əmiri mənasına gəlir. Bu rütbə muluki idari təşkilatda bəylərbəci məqamına bərabər idi. Pəs bu da bəylərbəyi ilə bərabərdir. Mirmiran. Təşrifatdakı yeri Osmanlı protokolunda Mirmiranlıq vəzirlik müqimindən bir aşağı. Mirluva Səncaq bəyi rütbəsindən isə bir yuxarı məqamdır. Miri Ləvad oldu həttəmən. Paşalıq unvanı Mir-Miran rütbəsinə sahib olan şəxsilərə də paşa deyilirdi və adlarının sonuna bu unvan artım olunurdu. Əlamət və imtiyazları. Mir-Miranların özlərinə məxsus bəzi hərbi və idari nişanları var idi. Tuğlar. Mir-Miran rütbəsindəki bir paşanın 2 tuğu olurdu. Vəzirlərin 3 və ya daha artıq tuğu olardı. Xas. Xazı ya da xas. Sizin sorğunuzda qeyd etdiyiniz xaz ya xas, mən xaz yazmışam bunu. Yox. Kəlməsi bu məqama təxsis edilən yüksək gərilli torpaqları və ya o məqam sahibinə aid özəl mülkiyyəti ifadə. Xas torpaqlardır, hər halda ki ona verilibdir. Mir-Miranlara göstərilən bu torpaqların illik gəliri 100.000 ağçadan yuxarı olduğu üçün bunlara xas deyilirdi. Pəs bunların hər bir şeyinin 100.000 gəliri var. Yəni 1 milyon olanda 10 xasdır. 1 milyon 100 olanda olmayanda da həttəmən xas deyilmiş də. Vəzifələri. İdari, iyalətlərin idarəsində bəylər bəyci vəzifəsini yerinə yetirirdilər. Həman Mir-Miran. Hərbi. Savaş zamanı öz iyalətlərinin əskərlərinə
timarlı sipahilər və s. başçılıq edərək orduya qoşulardılar. Əlyazmalarda və bəlgələrdə. Əgər bir sənəddə bir şəxsin adının yanında Mir Miran'di ya Mir Mirani Kiramdan və ya Xaz Mir Miran ibarətini görürsünüz, bu o şəxsin o dövrün ən nüfuzlu hakim və hərbi xadimlərindən biri olduğunu göstərir. Tamam. Bunu da bildik ki, o axçı ilə bağlıdır. Kitab beləsi gedir, mən dediyim ki, maliyyatların, mən bu kitabın adını yazacağam, dövlət varlıqları. Burada nə yazmışıq? Qanunnamə yazmışlar. Mən də yazım Qanunnamə-i Dövlət-i Qahirə-i Osmani. Bunu beləsi yazdım, amma məncə belə bir ad qoyulmayıbdır. Əlbəttə, özü də ad buracan vermədi. Davam edir, mən daha bunları oxumuram, çünki çox təxəssüsü bir məsələdir və yorucudur bizim üçün, görək ki, nə mənədir. Amma adam eləyə bilər bundan görə ki, məsələn, burada çox gözəl bu şeylərin adını tapmaq olar. Yəni, Osmanlı haracan getmişmiş. Bir-bir bunları nəxşədə adam çəksə, əslində bunu qoysaq, verə bilsək bir nəxşiyə və istəsək ki, bu nəxşədə bunu bizə göstərsin, Osmanlı torpaqlarını göstərər. Rum elidə, məsələn, burada oxuyaq görək ki, ikinci, hər bəglərə ya bəglərdə nə dənli səncaq var anləri var isə anləri bəyan və təfsil edər. İyaləti dövvum ili 24 səncaqdır. Rum eli əlbəttə, Rum ili yazıbdır. Mən də dövvum oxudum, qələt oxudum. İyaləti Rum ili. Qabaqçı il nə imiş? Hangi il imiş o? 5-ci fəslə gəlmişik. Bu 5-ci fəslə əvvəlki il xas ilə nədənlər bəgləri buradan bəyan edirlər. Əvvəlki fəsl xas ilə nədənli bəylər bəylik vardır ani təfsil edər. Burada adlarını yazıbdır, bunu oxuduq birazın. Burada İyalət-i Dövvum Rum elinin fikr edirəm ki, sancaqların deyəndə, yəni hər bölümün deyir ki, burada hangi iyalətlər var. Məsələn, deyir ki, İyalət-i Rum eli 24 sancaqdır. Dəftər kətxudası və timar dəftərdari və zəamət eylər idi. Bürk bəki vardır. Bürk bəyi vardır. Ehtimalən bu börk bəyi nə deməkdir bilmirəm. Səncaqları bunlardır ki, şərh və bəyanı sancaqları Küstəndil, Murə, İskəndəriyyə, Tərhalə, Səlistərə, Nikboli, Uxri, Uluniyyə, Yaniyyə, Əlbəsan, Kərmən, Selanik, Vizə, Diluniyə, Üsküp, Qırıq Kilisa, Dəqəkin ya Düqəkin, Aləcə Hisar, Pəzvirin, Vəlçitirin, Bəndər, Ukürman. Paşa səncağı ki, sağ qol və sol qoldur, Bəylər bəyinin kəndi sincağıdır. İyalət Anatolunu gətirir, burada salır ki, hansılar Anatoluda vardı. Bunları əgər davam eləsək, yəni bu 5-ci fəsli ehtimal verirəm. Bu, Osmanlının torpaqlarının, məsələn, Van iyaləti, görək hansılardır. Cəlibdir, bunları bir-bir oxusaq, yaxşı olar. Mən bunları bir baxın, qeydim bir də daldan. Anatoli, tamam. Biraz kiçildim bunu, çünki qatışdırıram hərdən. Anatolu dəvət edir, Rodos, bura hara şeydir, bəs gəlir bura.
11 səncaqdır. Ondan sonra iyaləti bəzilərinin adını o cürsə yazmayıbdı. İyalət Şam-ı Şərif. Məsələn, burada aha beləsi yazıbdı. İyalət Şam-ı Şərif. Ondan sonra onu salıbdı. İyalət Hələb, İyalət Diyarbəkir. Diyarbəkirin nə cürdür ki? Görək burada nə yazıbdı? Diyarbəkir. İyalət Diyarbəkir 19 səncaqdır və 5 hökumətdir. Zikr olunan 19 səncaqın 11-i Osmanlı səncaqıdır. Sair məmalikdə olduğu kimi 8 əkrad bəyləridir. Hini fətidə gərçi səncaq təriqi ilə verilmişdir və səncaq etibar olunur, lakin yurtluq və ocaqlıq üzrə əzl-ü nəsb qəbul etməzlər. Fot olduqda oğullərinə verilir, xaricə verilməz. Lakin səncaq kimi əbvab məhsulatı təhrir və dəftər olunub, içində zəamət və timar və vardır. Səfər-i Humayun vaqi olduqda züəma və ərbab timari və valay və alay bəgisi ilə səncaq bəgi olan sair səncaq bəgiləri gibi bəglər bəgisi ilə qonub geçib Səfər-i Humayun xidmətin əda edərlər. Fərman olunan xidmətə gəlməz isə səncaqı oğluna və əqrəbasına verilir. Amma hökumətlər təhrir olunmuşdur və içində zəamət və timar yoxdur. Hakimləri mülkiyyət üzərə zəbt və təsərrüf edərlər. Məğruzul qələm ehtimalən, amma rezə ilə. Məfruzul qələm və məqtuul qədəm olub. Əbvabi məhsulati hər nə isə hakimləri mütəsərrifdir. Osmanlı səncağı bunlardır ki, zikr olunur. Bəs görürsünüz ki, bu Kürdlər olan yerdə Diyarbəkir fərqli bölünür və fərqli sistemləri var imiş. Yəni, onlara bir imtiyaz verilib əslində. Xərbirt, Ərğini, Türük, Nəsbin, Hənkif, Kəmisgəzən, Səərəd, Məğariqin, Əqtəqəl'ə, Xarbur, Sincar ya Sincar. Yurtluq və ocaqlıq təriqi ilə təsərrüf olunan əkrad sincağı bunlardır. Burada da bunların adları gəlir. Sonra İyaləti Qars, İyaləti Çıldır 13 səncaqdır. Dəftər, kətxudası və timar dəftərdarı yoxdur. Təvabi olan səncaqları bunlardır ki, zikr olunur. Üni, Xurtus, Ardunuc, Ərdihan-ı Büzürk, Həcər-ün Pəstəhəd, Maxcil, Açərə, Pənik. İyaləti Trabzon, İyaləti Bəğdad. Bəğdadda hansılar var? 18 səncaqdır. Xəzinədari və dəftər kətxudası və timar dəftərdarı vardır. 7 səncağın sairi məmalik kimi zəamət və timarı vardır. Ərzi məmləkət əd olunur bunlardır. Çillə, Zəngabad, Cəvadır, Rəmahiyyə, Cəngulə, Qərətağ. Bunlardan məada 11 səncağı ki ərzi Əraqıdır, zəamət və timar yoxdur. Ancaq səncaq bəgiləri xası vardır. Bəzi qəra və məzari və bir vəci təxmin verilmişdir. O səncaqlar bunlardır ki, zikr olunur. Dərnə, Dimbala, Vasit, Kərnə, Dürtəng ya Dürtənin, Səmavat, Bəyat, Dəmürqəpu, Qəraniyə, Kilan,
الصح ایالات مزبوره tabi imat. İyalat Mosul, ora keçək. Görək ki, bu birislərdən iyalət Van. Van'da hansılar var? Van 14 səncaqdır. Dəftər Kətxudası və Timar dəftərdari vardır. Səncaqları bunlardır. Adılcun, Arciş, Muş, Bargiri, Kakar, Kəsani, İspabırd, Akakış, Əkrad, Bəni Qutur, Qəl'i Bayezid, Bərdə, Övəcik. İyalət məzburə tabi Betlis hökuməti vardır. Mülkiyyət üzrə hakimi mütəsərriflərdir. İyalət şəhri və şəhrivər və vur belə bir şeydir. İyalət şəhri vur 20 səncaqi və dəftərdar Kətxudası vardı. Buradan da geçək. İstirdim görüm ki, əcəba Van məsələn bizim tərəflərə də geçib geçməyibdi. Olsa da mən çünki bu adları bilmirəm. Şey olmadı. Hər halda bu dəftərin gedək axirinə görək ki, bu dəftərin axirində bir yazı varmı, yoxmu? Tarixinə görə. Əlbəttə tarixi şeyin üstündən çıxadarıq. Yəni bu ondan sonra əlbəttə yazılıbdır, bəli çıxartmaq olar. Səbəbi təhriri bu risalə. Səbəbi təhriri in risalə və baisi təsdiri in məqalə. Bu həqiri pür əcz və qüsur sabiqdə dəftər xaqani əmini olub. Hala müqabili xidmətində məmur olan Eyni Əli Qulləri nicə zamanı katib divan ədalət ünvan olub, ətiyyə-i illiyə asuman misal və sədiyi səniyyə keyvan ittisalidə vəzaifi məmur ədasına əmanət ilə qaim və sahi və şərait xədəmat موقوره ابقاسına istiqamət ilə mübaşir və daxi olub. Daxil olub. Xüsusən dəftər xaqani, əmanəti, xidməti və saati ilə əsnaf sipah və əskər ənva-i cünud və ləşkər amətən və rüayaya və məmləkət-i kafəyə biraya dulayət və vilayət biraya və vilayət güruhi itba və ensar cümlə-i xuddam əncüm şumar əhvalindən agah və xəbərdar olub, ol əcəldən dövlət-i qahiri Osmaniyyə əhatə etdiyi məmalikdə nə miqdar miran, bülənd iqtidar və əmərə-i şüca-i şiar və hər iyalətdə nə dənlü zəamət və timar olduğu bu cümlənin dəsturul əməl olan qanunları bir yerə cəm və təlfiq və əlbabilə lazım olan müqəddəmat-ı təqrir və təhqiq bəyan olunur və Allahu Teala a'lemu bis-savab və ileyhil mərci'u vəl məab. Risale-i Qəvanin Al Osman xülasə-i məzamin dəftər divan nami ilə müsəmma qılınır. Aha, burada Risale-i Qəvanin Al Osman burada gəlibdir. Amma yazıb xülasə-i məzamin dəftər divan nami ilə müsəmma qılınır. Tamam, pəs Risale-i Qəvanin. Adı, bunun əsli adı Risale-i Qəvanin deyək. Xülasə-i məzamin. Qəvanin Ali Osman. Qalanını yazmıram və xülasə-i məzamini dəftəri divan. Və xülasə-i məzamini dəftəri divan. Kitabın əsli adı bu bölümün bundan ibarətdir. Və özü də ki, o dəftərdar Əli nə idi? Onun zamanında bu işlirmiş. Qabaqcanda var imiş, sonra da olubdur. Risale-i vəzifə Xuran
Məratib bəndəgan Ali Osman deyə vəz olunmuşdur. Bunlar hərəsi bir ayrı kitabdır. Bu Risale Qavanini Ali Osman Xülasəyi Məzamini Dəftər Divan Nami ilə məşhur qurunur. Sədr-Əzəm Sipəhsalar Əkrəm Bais Nizam Aləm müəyyid bi tə'yid Allah Teala məzhər eltaf bi intiha əzüd dövlə və din və dünya nizamül mülk Murad Paşa Həzrətlərinə ehda olunmuş idi. Bu dəftər qabaqcan yazılıb vermiş idi. İndi burada devam edir ki, bu nə cürdür? Aşağıda yenə deyir ki, Risale-i Vəzifə Xaran Məratib Bəndəgan Ali Osman deyə vəz olunmuşdur. Bu da bir ayrısıdır. Və tazışdan bu birisi səhifədə cəmaət-i yekseriyan dərgah-i ali və sulağan və zəğərciyan məsəh zabitan zümre-i məzburə və qeyrihüm. Burada da belə bir ona görə də bir şeylər yazılıbdır. Cəmaat-ı Qulaman-ı Əcəmiyan İstanbul və Bostancıyan Bağçı-i Xassə və Bağçahay Sairə və Qulaman-ı Ədirnə. Yəni görünür ki, bu sistemi idarənin haqqında bir şeylər. Cəmaat-ı Silahdaran, Cəmaat-ı Uluficiyan Yəmin, Cəmaat-ı Uluficiyan Yəsar beləsi bir şeylər vardı. İndi burada da Yekseriyan, mərtəbə-i ula, nəfər yekseriyan şey vardı, 37.627 şey vardı, serilər vardı, yekseriyan, yigit seriyan olacaq ehtimalən. Əcəmiyan 9406 nəfərmişlər. 6 talun, nədir bu adı? 20.876 nəfər. Cübbəsiyan və Torbəsiyan 7966 nəfər və Ərəbçiyandır, Qərəbçiyandır. Bunlar da cəmidir. Cəmi də kollən 75.866 nəfərmişlər. Fisəni-i yekseriyan yenə də orada bunlar yazıb. Bunların müzləri hesab olur. Məsələn, bu neçə nəfər yekseri vardı? Bunu sayın burada yazıbdır. Əcəmiyanın Əl-Müzdün burada yazıbdır. Məsələn, çerilərin adı yazmır ki, neçə nəfərdilər, amma nəzərimə gəlir ki, bu hüquqları olacaqdır ki, məsələn, 1 milyard yox, 101.899.146 hər nəmin pulun adı, Axça məsələn deyəlim, o onun hüquqiymiş, indi aylığıymış, illığıymış, bilmirəm. Burada fi sənə yazıbdır, illıqdır. Əcəmiyanın üçün yazılıbdır, 6 taylörün üçün və o birisilərin üçün yazılıbdır. Cəmində burada bir böyük məbləğə çıxır ki, 257.395.494 olur. İndi bunlar dediyim kimi çox şeylərə gedir. Yəni, Nəfərat-ı səracin xasə fi sənə, səracin xasə. Bunlar da bunların gəlirləri ehtimalən olacaqdır ki, dedim, bunlar məndə baş tapmadığım üçün də, bilmədiyim üçün də bunlardan vaz geçmək gərəkir. Kitabın sonuna gəldik. Görək ki, bu kitabın sonunda Əl-Xatimə. Xatimədən qabaq xətmən bir xatimə olacaqdı. Ona baxaq görək ki, Xatimətül. Bu məqalə ki, Astani səadətinə ya səadətdə hər 3 ayda bu məqalə ki, Astani səadətdə hər 3 ayda məvacib və hər ayda vəzaif alan qəpu xəlqinin mə'mul olan vəzaif və məvacibi mübəyyən və bil cümlə ərbab məvacib və vəzaifin mütəsərrif olduqları məvacibini və vəzaifini mütəəyyəndir. Öyle olursa uləma izam kəssərəhumullah Teala ilə yevmil qiyam dəxil dövlət-i illiye-i Osmaniyedə Beytülmal-ı Müslüminidən hissedar və xəzine-i amirədən vəzifə xaran olduqları əcəldən təbərrükən və təyəmmünən
bu məqaləyi muhibət pəyam ol taifi səadət əncam ilə ixtitam bulmaq münasib fəhm olmağın anların dəxi məvacib və vəzaifi təhrir və təhqiq və təqrir olundu. Halən sabiqa Şeyxülislam və Müftiyül Ənam onların vəzifələri gündə 7 şər 150 gündə 7 şər 150 şər akçədir. Gündə calibdir, onların necə olubdur beləsi? Gündə 7 şər 150 şər akçədir. Baş tapmadım, yəni nə deməkdir? Hərəsini ya hamısını. Qazi əskərin vəzifəsi 572 akçədir. Bunlar gündə 7 şər, yəni gündə 7 dəfə. 150 şər. Baş tapmıram, nə deməkdir? Qazi əskərin vəzifəsi 572 akçədir. Anatoli qazi əskərinin vəzifəsi 563 akçədir. Rumeli və Anatoli qazi əskərlərindən mütəqaid olanların vəzifələri 2 şər 150 şər akçədir. Beləsi devam edir. Məkkə-i Mükərrəmədə də bu cür bir şeylər. Xatimətül Xatimə. Bu risaleyi təhrirdən murad bu məqaləyi zuhura gətirib təqrir etməkdən qərəz fuad dövlət-i illiyə-i Osmaniyyədə nə miqdar müvəzzəf qul tayfəsi olduğun elan və birlikdə və bir yılda məvacib üçün nə dəlli xəzinə verildiğin ifhamıdır. Və bu bəhanə ilə padişah-ı əlam İslam xəlledallah Teala ilə yevmil qiyam həzrətlərinin əyyam-ı səadət əncamilərində verilən vəzifə və ənam məlum olması və sədri əzəm həzrətlərinin fərman-ı aliləri birin yerin bülməsidir. Ələl xüsus binayı ömrü fəna və intiqaldə rəs-i vücudi nəql və irtihaldə olub bəqay namı nişan üçün bir əsər qalmaq ə'la və ədnanın və bayi kədanın bayi və bəy həmən bəy yəni bayi و kədanın himmətinə fərz eyn və eyni din olduğu mühəqqəqdir. Lakin əshab himmət sərf miknət və bəzl qüdrət edib səbəbi zikr xeyr olmağın üçün imarətlər abad və neçə oqaf-ı mübərrat bünyad etmişlərdir. Nəzmi. Benim yok malı mülküm ta imarət yapıb peyda edəm sudu ticarət. Mürkəbi kağəz و bir xamə ilə şuru edəm binayəvi məharət qələmi rəsm edədi təb'anə mimar əliflər oldu əşcar ilə alət huruf ahcar olub nokta sütur oldu cidari pürmətanət yayıldı ixtisar üzrə bu məmur olub. Hər halda burada daha bir şey demir. Əslində bu dedim darayidir. Dövlətin varlığı nələri var, nələri yoxdur, onları və gəlirin, gedirin bunları mühasibə eləmək üçün bir araşdırmadır. İkinci risalə görək nədir? Bismillahirrahmanirrahim. Sultan Əhməd xan İbni Sultan Məhəmməd xan kimdir? Əvvəl bunda tapaq. Fikirəm ki, ikinci Sultan Əhməd olacaqdır. Sultan Əhməd xan İbni Sultan Məhəmməd xan İbni Sultan Murad xan. Haqda görək bir məlumat alır. Sizin qeyd etdiyiniz bu söz Osmanlı diplomatikasında və özəlliklə tuğralarda, sikkələrdə və rəsmi fərmanlarda işlənən şəcəri tərtibidir. Bu tərtib Sultan Əhməd xan Sani 2. Sultan Əhməd üçün istifadə olunan nəsibnamədir. Bu sözün qıssa izahı Sultan Əhməd xan bu Sultan 2. Əhməd hökumətləri bu illərdə nədir? Bunu nə cür yaşadı?
tarixləri hicri yaz lütfən. Sultan Məhəmməd xan Sultan 4-cü Məhəmmədin, Avcı Məhəmmədin oğludur. Və Sultan Murad xan da Sultan 4-cü Muradın nəvəsidir. Tamam, görək burada nə yazdı. 1-ci Əhməd, Sultan 1-ci Əhməd. Bunu yazaq. Sultan 1-ci Əhməd. Doğum 1012 ilə 1026 il arasında şahlıq edibdir. Bu sultanlığıdır. Sultan 2-ci Əhməd ki, bu olacaqdır. Min 102. Min 106 il arasında nə çox 4 il bu padişahlıq edibdir. 1106 ay arasında. Yəni bu kitaba əgər diqqət eləsək, bu 4 ildə yazılıbdır. Yəni bu kitabın ömrü biz bunu orta qoysaq, desək ki, məsələn 1105-də yazılıb, beləsi fərz eləsək, deyərik ki, indi 1447-ci il yox, bundan çıxsaq 1105 342 il qabaq bu kitab yazılmış olar. Tamam, bu kitab 342 il öncə yazılmış olar. İndi buna görə ki, bunu da tapaq, Sədr-i-Əzəm Murad Paşanı da tapaq. Sədr-i-Əzəm Murad Paşa. Osmanlı tarixi Murad Paşa adında bir neçə sədr-i-əzəm var idi. Ancaq sizin yazdığınız Şəcərə Sultan Əhməd ibn Sultan Muradın dövründə Əhməd Məhəmməd xandır. Bu da biraz bir nəvəsinin addadır. Getdi, dövrü də yaşayan və ən məşhur olan Quyucu Murad Paşadır. Sədr-i-Əzəm Əzəmlik dövrü o, Sultan 1-ci Əhmədin hökumət illərində, yəni 1015 ilə 1020 icri illər arasında Sədr-i-Əzəm vəzifəsi aparırdı. Bu deyil. Çünki biz 1100 bu Sədr-i-Əzəm Murad Paşa isə 1102 ilə 1106-cı illər arasında Sədr-i-Əzəm olmuşdur. Görək ki, tapa bilir bunu ya yox. Haqlısınız. Tarixləri diqqətlə incələdiyimizdə sizin qeyd etdiyiniz 1102 ilə 1106 icri illər arası Sultan 2-ci Əhməd xan dövrünə uyğun gəlir. Bu dövrdə sədr-i-əzəmlik edən və Murad adını daşıyan şəxs Buzuqulu Mustafa Paşa deyil. Bəlkə məşhur Misr valisi Murad Paşa da deyil. Cəlibdir. Burada bir təsdiq etmək lazımdır. Sizin bəhs etdiyiniz dövrdə 1102 ilə 1106 hicri sədr-i-əzəmlik məqamında 3 böyük dövlət adamı var idi. Köprülü Zadə Fazil Mustafa Paşa, Arabacı Əli Paşa, Bozuqlu Mustafa Paşa, Sürməli Əli Paşa. Yəni bu sədr-i-əzəm Murad Paşa heç birisi bu deyil. Ancaq əgər əlinizdəki sənəd Murad Paşa adı sərahətən bu tarixlər arasında keçirsə, bu böyük ehtimalla Alban, Arnavud, Qoca Murad Paşa və ya o dövrün iyalət hakimiyyətində olub, sonradan
sədr olan bir şəxsiyyətə işarə edə bilir. Lakin Osmanlı sədr... Bəs ola bilər ki, bu öncədən var imiş. Öncədən olana vermişmişlər. Bunun dövründə deyilmiş. Bu kitab onun dövründə yazılmayıbdı. Bunun dövründə yazılıb, amma orada işarə edilir ki, qabaqcan verilib də, hazır olubdu. O Sədrəzəm Murad Paşaya verilib, bu o deyil. Yəni Murad Paşa bunun dövründə paşa olmayıbdı. Kitabın özü bu dövrdə yazılıb, bu kitab. Bəli, qabaqcan bir ayrı kitab, o Əli Nəmini idi adı. Qeysaq yenə kitabın əvvəlinə. Kitabın əvvəlində bu Əlinin adı var idi. Deyirdi ki, Eynəli Əfəndi. Eynəli Əfəndi Əmin Dəftəri Xaqani o yazıb Sultan Əhməd xana vermiş idi. Bu onun dövründeymiş. Amma bu yazı ki, bu rapor yazıbdı, bu sultanın dövründə yazıbdı. Calibdir, bura biraz qatışdı. Gedək kitabımızı davam eləyək. Görək ki, bu kitabımızın ikinci bölümü çox elə bilişdik. Tamam. Bismillahirrahmanirrahim. Elhamdülillahil. Burada düşübdür. Ehtimalən burada bir kəlmə yazılıbdır. Əvvəli düşüb, qalanı silinibdir. Əl-Haqqul-ləzi ya'muru bil-ədli vəl-ihsan və yənhə anil-fəhşai vəl-münkər və cəaləs-salatinə səbəbən nizamil-aləm və nəfəzə əhkamuhum əla kafədə əhlül-vərir vیر والمدر والصلاة والسلام على واضع السنن سيدنا محمد المصطفى خير البشر وعلى آله وأصحابه الذين هم متفقون على مكارم الأخلاق وحسن السيئ چون محمدی بحمدالله تبارک و تعالی جل و علا و حسن توفیقه بارجاه احدیت و چارجاه سمدیت'ten ki کمال قدرت الهی و مشیت نامتناهی و وفور حکم شاهی مقتضاسند شاهباز چتر همایون هماپرواز خلافتمی دستیاری نصرت عزیز ایله کنگری تارم افلاکه ارشدرب اوامر و نواهی پادشاهنمی اطیع الله و اطیع الرسول و اولی الامر منکم مبتغاسنجه سید و سداسی شاهانمی وفور فضل بینهایسندن السنه سیوف آبدار و اقلام نبات کامکارمه مقید و مربوط ایلدی تعظیم امور اطراف مالک و ترتیب میانی سدود و مسالک قبض و بست احوال مملکت و ملت و عقد و ربط قضایای امور مملکت و حل و عقد انبال سلطنت و انقیاد مقام خلافت و انحیاط رسوم ظلم و زلالت için خاندان طاهری طاهرة الاکوان و دودمان آل عثمان ینصرهم الرحمن عن قدیم الزمان و عبود الشهور الى آخر الدوران ابا ان جد یا القدر و الحد موالی شریعت شعار و اهالی طریقت دسار معرفتلری ile اسالیب ضوابط جهانبانی و قوانین مناهیج کشورستانی خصوصی için شریفی مطابق و موافق بعضی خصائل موصوف ile المعروف عرفاً کشروعی شرعاً مفهومینجا آبائی کرام و اجداد ازاممدن و قدیم زماندن بعض قوانین عدالت آیین رأفت bir قاعده‌ای قدیم و رابطی قویم ربط olunub divan adalet erkan ve ivan sadaret keyvanlarında cemi zamanda mahfuz olup her dem ana müracaat edeler şerif ve gani ve vezi o deni ve raiyet o sipahi arasında her kim mergum olan cerayimden
Hərinə mürtəkab ola, mürtəkib ola müqabiləsində vəz olunan uqubət və tubix ilə mütəaqib ola qəvanin. Zahirən şah özü yazıb bu mətni. Belə görünür. Fərmanı var və özünə istinad edir. Zəmirlər qeydir, mi, mən, filan bura qeydir. Ona görə nəzərə gəlir ki, şah özü yazıb, amma görək nə olacaqdır. Müatəb ola və olunan uqubət və tobix ilə müatəb ola qəvanin cəvahir nizam məhamid və səna və əfanin feraid intizam şükr rıza ol Hazreti Mesned nişin örnek ceberut ve kibriyayur Rahman aler elşir istivanın arası fesihi mülkü melakutinde temhid olunmak qasd olunsa lisan natıqi belagat adai ma'nai ma'zaret ve di verdi yok başlayıram ve di zehi sultanı iqlimi قدمچم غنیدür nüsreti xیل و خشمدن ana kim edə şükrü nimetin kim sayılır ol dəxi cümlə ni'əmdən qılıb etiraf əcz qusur و اعتراف بهور کمال کلال و فتور üzere ve قواعد فراید انقسام صلات و سلام و گلاید لعالی ارتسام تجبیل و اکرام اول جناب قانونساز مقام رسالت پیام حضرت ملک علام و شقابردار اسقام بیماران مارستان غوایت اجسام الامم دردمندان زلالت روحانی ایلام و سیار باهر الانوار اقالیم سبعی افلان و شهسوار اشهب چون شهابی براق برگ سرعت و چالاک و احرام بند انواع اعزاز و احترام وظایف حرم کعبی مقصود و مرام که سبحان الذی اسری بعبده لیلا من المسجد الحرام ساحی عوالم مساحی ابوحت و عظمتیندن بس تو tənsirməd olmağınla bilmirəm bu nədir? Tənsirməd belə bir şeydir. Olmağınla əzm olunsa əql-i qudsi məkan xaric hayyiz imkan olduğun rəyül eyni müayinə edib zəban şərh bəyan ol mənəni təbyanidə nərzanan. Tamamen belə bir şeydir. Bu bilmədim nə olacaqdır, hara gedəcəkdir. Yenə qətə. Görək burada bir şey gəlir ki. Biraz elə oxuyaq görək nə olur. Nə şahidsən ki sənin varlığını qullərin vücudinə səbəb etdi müsəbbəbil əsbab. Səna ki əhl-i ənasır necə ihatə etdi ki sifat-ı əyyətəhən ayəti hüsnündə etdi dürrəti kitab. Kəlaminə məntiqi məani nitaq ilə natiq olub əlhəq bu məqal həqiqət hal mutabik olduğu əshab hal nəzərlərində bilbədahə məlum و mübəyyin و مفهوم و mübərhəndir ki məsnəvi vəlikin ey dil şuridə əhval gəlirsə xatırına mədhət al nədənlü orən isən gözlə adab nədənlü odan isən gözlə adab ki əhli beyt mədhin rəbb ərbab kəlamində qılır hər yerdə ibham اولاد و سفینده‌دür اولاد و سفینده‌دür bil her alif lam
و گر اوصافın اصحاب کرامın çimidir آفتابی çimi مهتاب sakın ne rafızi ne harici ol gemu yaran ale yarici ol dilersen روزه yol vere rizvan روزeye yol vere rizvan خدادن هر birine ister rizvan رضوانالله علیهم اجمعین محققان الاسرار لامع الانوار مفهوم از سلطان ظل الله فی الارض یعوی الیه کل مظلوم ضمایرine روشن و ظاهر اولا کی سلطان بلند دیوان ممالک ایجاد و اعدام دیوان ازلیت ارکان و ابدیت عنواننده مجاری و اوامر و احکام و مباغیر جماهیر کرام ولیامی علا تبایع القرون بر bir bu نسق و قانونه مقرون قلوب علی الدوام جمیع انواع موجودات و اصنام مخلوقاتون birbiriyle muaşire ve zindecanileri ve muamele bu neyl emanileri ana mərbud və məbni və mənut olub. Qanun istir burada bir qanundan danışsın, qanun olacaqdır. Deyir, hamıya bu qanun keçməlidir. Anın riayət və təmşiyyətinə محض عدل و اعتدال و مبانیت و مخالفتine sırf zulm izlal itlaq olunub bir قوانین واجبت التمکینün دخی مدلول نزد mübin و sünnet-i seyyidülmürselin ve menguli ve harc ettik, bitirdim. Ve menguli sigat و دوات و مجتهدین olani fil həqiqəti şər-i mətin və əsli əhkam-ı hükkam-ı ədalət ayin olub. Amma bəd, buradan əvvəl deyil, görək buradan bizim nübüvvət və təmami əyyam-ı hicrət iqtizası ilə bəzi nüfus bəğy və inad və keyd və fəsad üzrə ənva-i təlbisat və hiyəl əlvan məşruh مشروع دغل غلبه edib انواع تلبیسات و هیل و الوان مکر و دغل غلبه edib تنفید شرایع منافع نبویه babında burada ümera ve muluk İslam'ın ayadi qaviyyəsinə şiddət ehtiyac və iftikar halet iztirar mertebesinə varıb bəzi xüsusatda قطع نزاع و خصومت تیغ زبان اولیای şeriat ile mümkün olmayıp زبان تیغ والیان siyaset ile olmak vacib ve ihsas olunub. Lacerem her padişah din pənah əyyam ədalət fərcamində təqviyyət icra'i əvamir və nəvahi və təmşiyyət iqamət hudud ilahiyyə bir vəz'i məqul və tur məqbul ixtiyar edib və daima bünyan din و رساس قوانین معدلت احتساسله bir vəchi مرسوس و müstəhkəm tururdi ki fil məsəl əgər səfayihi səthi zəminidən mərkuz olan اوتاد جبال سکنینه کمال حرکت و زلزال واقع olsa تریان اثر اختلال ممتنع و محال مشاهده olunurdu. مخصوصا سلاطین چامچار و خواهین عالی تبار دور آل عثمان چی اقتدای آثار عمرون و اقتضای مدار علی و حسین مانند ادای دین ذمت همتlerine فرض این olup ابتدای ظهور و بروزleri روز به روز تماشیر صبح و اقبالleri ریاجیری küfr و زلالی حتی روزگارden اشعی مهر تابدار تیغ آبدار و آتشی بار birle و قوت حضرت محول الحالی معاونی و حولی musibeti mucize-i Resul-i pakize خصال مقارن olup nuraniyet İslam tahvil edip afaq alemi bir tamam reşk nisf nehad etmekten vakı olmuştur. Qət'ə. Bunlar cahan sədəfi içrə şul durdurur kim?
Şul durdurur kim, nizam buldu bular küllühü cevahir ahkam. Diyar Rumi Dəmişqi qılınclar ilə açıb sabah işini ədanın eylədilər şam. Nəsr labüd mün'im həqiqinin bu neməti cəzili ilə kübra və muhibət cəmili uzması arasında daim اوقات ساعات لیالی و ایام حیات ادای شکر سپاس و حمد بیقیاس صرف علوم مقید جمله واجبات طاعات و چافی müftərizat ibadatidən ittixaz edib və bezaət ömr giranmayə ilə xacələrinin rizası bazargahında cah itmani sədəqat və cah qəbul əmtəi əcr məsubat edib. Bilmədim nə yazır, çünki o qəst söz uzandı ki, bilinmir nədir. Hər halda belə bir əlyazma kitabdır. Yenə də çox təxəssüsü bir şeydir. Qanunlar haqqında danışacaqdır həttəmən. Məsələn, burada Əhval Miran-i Məhrusi Misr. Biraz qeydim dalıya, görüm ki, bu qırmızılardan bir şey nələr yazıbdır. Onlardan bəlkə tamam. Buradan oxumuşduq, yəni fikirlərim yox. Buradan oxumuşduq. İndi buradan sonra görək qətə sipahi Nəsr Məsnəvi Qanuni tüfəngiyani səvari. Bir dənə qanun qoyulur tüfəngiyani səvari haqqında. Görək ki, bu nə deməkdir? Bir-iki sətr oxuyacağım, çox oxumayacağım. Burada getdi, hara getdi? Bu taifənin dəxi ağası, kətxudası və katibi müstəqil olub. 3 dənə bunların başları vardır. Ağası, kətxudası və katibi müstəqil olub. Bunlar dəxi kəzalikə birər at bəsləyib, hərəsinin bir atı olmalıdır. Amma özlərində tüfəng atmaqda mahir olalar. Bilməyənlərinə ağaları ilzam-ı təlim və təhdid idman edib. Əgər başarmasalar tüfəng atmağa, atmayınmağa, gərək onların ağaları bunları öyrətsin. Görürük ki, burada keçir, o hər qismətdə kim başdadır və hər nə işi başaracaqdır tüfəngçilərin ki, atçıdırlar, at üstündə tüfəng atanlardan. Cəmaəti müstəhvizani qəl'i Misr. Bu taifənin dəxi ağaları, düzdarlar nə deməkdir bilmirəm. Və hesardarları, dari və hesar-əri və cübbəcisi sairi müstəhfizani qilai məmaliki mühəmmə gibi gərəklərinə bərat ilə mütəsərrif olub hesar adi yomi 6 akçə və buluç başısı 7 akçə yiyib qəl'i hifz və hərasət edər. Gündə 6 akçə alırmışlar. Biri də ki, başıymış ehtimalən buluç başçısı 7 akçə alırmış. Burada da görürük ki, yenə bunların o gəlirlərindən danışır. Bu birisi nədir? Cəmaət-i mütəqaidini çərkəslər. Bu cəmaət çərkəsə taifəsinin pir və natəvani olub, qocalıblar. Xədəmat-ı padişahiyə qadir olmayanlardır. Adamlar qocalıblar. Birinci dəfə bunu görürük. Adamlar qocalıblar da işləyə bilmirlər. Mən bunu oxumalıyam. Bu çox mühümdür. Çünki biz bunu bilmirik bu haqda. Əlbəttə, burada bir dənə ayrısı var. Bunu əvvəl oxuyaq, keçmişəm. Cəmaət-i taifi çərkəslər. Bu taifənin ağası və kətxudası və katibi Rumlu taifəsindən ola. Rumlu taifəsindən bunlara baş qoyurlar. Xədəmat-ı sultanidə istihdamları həmə məzkur olan köküllü, gönüllü taifəsi gibidir.
Bunların birindən nagah bir günah sadir olə, cürmü cüz'i isə ağası tədib edə. Müsir olursa, əgər təkrar edirsə o günaha, ulufəsi qət olunub. Onun da haqqı, ulufə hüquq deməkdir. Hüququ qət olunub, İstanbul'a göndərilə və külli şinaət edəni, yəni əgər çox şinaət eləsə, pis işlər görsə, bəylər bəci qətl edə. Əgər şinaət etsə, qətl cinayət eləsə, deyir bunu gərək qətl eləyə. Və bu taifədən məhlul olan gedənləri kimsənəyə tövcih etməyib, sənə axirində anlərdən nə miqdar məhlul düşdü, səbəbi, bulukləri və tarixləri müfəssəl elan edələr ki, bunda olan dəftərdə işarət olunur. Tamam, burada da amma o cəmaət mütəqaidi çərakisdir. Mütəqaid indi də Azərbaycanda işlənir, Türkiyədə işlənmir. Mütəqaid yəni İranda bazı nişəstə deyirlər. İşdən yorulubdur. Elə bil Türkiyədə də işlədirlər, amma yadımda deyil indi. Əlan nə dedilər onlara? Cəmaət mütəqaidi çərkəsə. Bu cəmaət çərakəsə taifəsinin piri və natəbani olub, xədəmat padişahı qadir olmayanlardır. Yomi ikişər və ya üçər akçə ulufəsi yiyib, gündə hərəsinə ikişər ya üçsər. Yəni gündə 2 akçə ya 3 akçə hərəsinə veriləcək. Qocalıblar, işləyə bilmirlər, amma bunlara nə verəcəklər? Biymə kimi bir şeydir. Sığorta. Qocalıq sığortası. Yomi ikişər və ya 3 akçə ulufəsi yiyib, Həzrət Padişahı xilafət pənahın davam dövlət əbəd peyvəndi durəfzunləri ədiyəsinə iştiğal edinlərər. Cəmaət-i Çavuşan Misr, görək bu nədir? Bunlar Misr Qahirə divanında çavuşluq xidmətin etməyə 40 nəfər əmr olunmuşdur. 40 nəfərlə bunlar çavuşdular. Bunların şeylərini deyəcəkdir. Bunların umuri nazir əmbal mərifəti ilə bəylər bəgiyə müfəvvəzdir. Bəylər bəgi muradi üzərə istihdam etdirir və bunlardan birindən məhlul ya birindən məhlul olsa, bəylər bəgi anın yerinə gögüllü ya gönüllü taifəsindən və ya atlı tüfəngçi buluklərindən bir yarav müstəqim kimsəyə tövcih edib. Tamam, bu da onu haqq. Yəni görürsünüz ki, nə deyirsinizsə, cəmaət-i Çişaf-ı Məhrusi Misr. Çişaf nə deməkdir? Vilayət-i Şərqiyyə, Nahiyə Qəlyub, Nahiyə Qəlyub, Nahiyə Belbis, Nahiyə Qətbə, Nahiyə Vəqhəliyyə, Liliyə, Nahiyə Ədğəhiyyə və Vilayət-i Qəribə, Nahiyə Mənuf, Nahiyə Büheyrə, Nahiyə Cizyə, Nahiyə Qeyyum, Nahiyə Behnisaviyyə, Nahiyə Minə, Nahiyə filan bunlardan gəlir, deyir ki, Nahiyə Mənfulutiyyə, Nahiyə İşmudnin, Nahiyə Əlbahat və bu kəşşaf taifəsinin zimmətinə lazım gələn xidmət budur ki, əvvəla hər birisi təhti çüşufiyyətlərində olan vilayətin cüsurin xərəf mövsimində kəmali ilə təmir və tərmim edib. Bunların da vəzifəsi budur, körpüləri təmir eləyələr. Müxtəl yer qoymaya və təhti təsərrüfündə olan köylərin şiyuxi biladinə və əhali biladinə dəxi cəsirlərdən təmir etdirmədə külli təqeyyüd edə ki, ehmali cərəf səbəbi ilə bir yeri şəraqi olmaya. Beləsi bir şey, bunların da işləri budur. İndi nədir oradan pul toplayacaqlar, nədir onu alacaqlar? Onu yazıbdır. Çox, hər kəsin vəzifəsini. Əhvali məşayix ərəban. Bu məşayix ərəban daxil kaşiflər gibi təhti şəyaxitlərində, şəyaxitlərində olan biladun və xərab olmuş köylərin məzari imarətinə məciddu
müciddu sayi olub, dəiyyəsin, təfrəqəsin icab edər hərəkətdən ictinab edələr və şəyaxətləri təhdidə olan cüsuri bələdəyi təmir etdürmədə ehtimam olub. Tamam, burada da görürük ki, bunları da gərək işlərin məşayix-i ərəban yenə də bəlli elir. Əhval-ı ummal-ı müqatiat və ərazi və qeyrə. Hala mövcud olan ummal və mübaşirin nazir əmval və əmin şəhri huzurlarına gətirib səni-i tis'ə və işrinə və tis'ə məə malik bəqayasın. İlin adı burada gəldi. Səni-i tis'ə və işrinə və tis'ə məə. Səni-i tis'ə və işrinə 27, bəli, və tis'ə məə, ya 9 və tis'ə məə. Bunu əvvəl yazım, dəqiq bunu çıxadaq, görək ki, səni-i tis'ə və işrinə və tis'ə məə. 929. 929-da belə bir şey yazılıb ehtimalən. Yəni, bunu da hesablayaq da, burada görək ki, neçə il bundan qabaq olar. Belə bir qanun çıxmışmış, idarə vəzifələri müşəxəs edilmiş. 1447-ci il yox, bundan çıxsaq 929-u qalanı olar 518 il öncə. Tamam, bu da belə bir, bu Osmanlı qanununda Sultan Süleyman Qanuni ki, qanun yazıb, onun kitabıdır. Dedim ki, bu adam özünün danışır mən. İndi burada o belə gəldi ki, bu adam oturub deyir, hər şeyin qanunun özü yazıbdır, əhval-i cəvalat. Dahi bu kitab çox təxəssüsü bir şeydir və çox ciddi bir qanuni iskiləha və bənadir. Görürsünüz ki, bunları nə cür saxlansın, nə cür idarə olunsun, onların haqqında qanuni xərac-ı ərazi. Burada da belə bir qanun, xəracı nə cür olacaqdır? Bunları görürük. Hər halda çox ciddi bir kitabdırlar. Bunları icazənizlə burada qoyaq qalsın və bir başqa gün, bir ayrı kitablarla tanış olmağa çalışalım. Gecəniz, gününüz hər vaxtınız xeyrə qalsın. Allahın əmanəti.